Avropanın SMW hava tələqatının mərkəzinin superkompüter modellərini və eyni zamanda 100-dən artıq ansambl modellərinin yenilənmiş məlumatların təhlillərinə əsasən, xüsusilə də artıq fevral ayının 1-ci 10 günlüyü və 2-ci 10 günlüyü ərzində şimal qütbündəki troposferin yuxarı qatları və stratosferin aşağı qatlarındakı qütb siklonlarının bir xeyli zəifləməsi fonunda şimalda toplanmış soyuq havanın cənub enişlərinə doğru, yəni mülayim ölkələrə doğru yayılması ehtimalı bir xeyli artacaq. Nəticədə, xüsusilə də fevral ayının bu prosesin Azərbaycan arasına doğru təsirləri isə fevral ayının 3-cü 10 günlüyündə gözlənilir. Bu barədə kanalda dəfələrlə məlumatlar təqdim olundu. Bu soyuqlar fevral ayının 1-ci və 2-ci 10 günlüyündə daha çox Avropa arasına doğru, Kanada arasına doğru, Amerikaya doğru, Rusiya arasına doğru və uzaq şərq ölkələrinə doğru, yəni Asiya ərazisinə doğru yayılacaq. Lakin bu soyuqların Qafqazın cənubuna müdaxiləsi bir xeyli zəif olacaq. Çünki fevral ayının 1-ci və 2-ci 10 günlüyündə Şimali Atlantikdəki Atlantik siklonlarının çox güclənməsi gözlənir. Hətta ekstremal dərəcəyə qədər güclənmə ehtimalı var. Bu da çox nadir hallarda baş verən bir prosesdir. Atlantikdən daşınan rütubətli hava axınları ilə şimal qütbündən daşınan soyuq havanın Avropa ərazisində Rusiyanın qərbində tez-tez bir-birinə toqquşması fonunda Avropada və Rusiyanın qərbində tez-tez fevral ayının 1-ci 10 günlüyü və 2-ci 10 günlüyü ərzində tez-tez qış fırtınalarının baş verməsi, Rusiyanın qərbində güclü qarın yağması, hətta Qara dəniz ölkələrində, Aralıq dəniz ölkələrində də qar fırtınalarının baş verməsi ehtimalı var. Lakin Qafqazın cənubunda isə fevral ayının 1-ci və 2-ci 10 günlüyü ərzində hava şəraitində kəskin bir soyuma ehtimalı, zəif bir ehtimaldır. Qısa müddətli soyuma gözlənir. Fevral ayının 3-dən 4-dən və 4-ündə başda sulu qar yağması ehtimalı var. Fevral ayının 9 və 10-unda da hava şəraitinin kəskin dəyişilməsi ehtimalı var. Lakin böyük bir soyuma isə, yəni artıq Bakıda yerdə qarın yağılması üçün ümumi sonrakı şəraitin fevral ayının 3-cü 10 günlüyündə baş verməsi gözlənir. Şimal qütbündə soyuq havanın buraxılması baş verəndə cənub enişlərinə doğru dərhal Azərbaycan arasında bu soyuqlar müşahidə edilmir. Bu soyuqların dolayı yoldan, yəni Avropanın şimalından, Rusiyanın qərbindən, Qara dənizdən bir neçə parametrlərdən keçərək artıq Azərbaycan arasında daxil olub. Bu da sistemin bir xeyli zəifləməsinə səbəb olur. Bəli, çox nadir hallarda əvvəlki dövrlərdə böyük bir soyumalar müşahidə edilib. Bu proseslər yenidən təkrarlana bilər. Lakin Bakıda hazırki təhlillərə əsasən böyük bir soyumanın olması ehtimalı zəif bir ehtimaldır.